Bu videoda should have participle to, shouldn't have participle to qaydasını izahını və bir neçə test izahı verəcəm. Deməli, əvvəla should have participle to-dan danışaq. Tərcüməsi gərək edərdim. Should have üstəgəl verb 3, yəni participle to. Biz bilirik ki, participle to da iki cür düzələcəkdir. Bir, feilin sonuna id artırmaqla, bir də ki, feilin üçüncü forması. Qaydasız feillərin üçüncü forması. Should have üstəgəl participle to, gərək edərdim. Bu forma keçmişdə bir fürsəti qaçırdığınızı və ya bir hərəkəti etmədiyiniz üçün indi peşman olduğunuzu bildirir. Yəni, bu keçmiş peşmançılıqlardan danışarkən istifadə olunur. Məsələn, cümlə veribdir bizə. I should have studied harder for the exam. Mən deyir, gərək imtahana daha çox çalışardım. Deməli, bu nədir? İmtahandan pis qiymət almışam, yaxud kəsilmişəm, çünki az hazırlaşmışam. İndi baxıram keçmişə, deyirəm, gərək çox çalışardım, çox oxuyardım. Yəni, burada da izahını vermişəm. Mən kifayət qədər çalışmadım. Amma indi kaş ki deyirəm ki, çox çalışardım. Yəni ki, imtahandan kəsilmişəm, nəticə budur və keçmişə baxıb peşman oluram, deyirəm ki, kaş ki, gərək mən çox hazırlaşardım, ki, daha çox oxuyardım, gərək belə edərdim. Bu olacaqdır should have üstəgəl participle to. Sonra növbətiyə baxaq. Yenə daha bir cümləmiz var. I should have gone to his birthday party. Mən gərək onun doğum günü şənliyinə gedərdim. Doğum gününə gedərdim. Dostunuzun ad günüdür, getməmişik. Yəni, mənim dostumun onun doğum günüdür və mən getməmişəm. Və indi də keçmişə baxıram, deyirəm ki, gərək gedərdim. I should have gone, gərək gedərdim. Getmədim. Amma getməyim daha doğru bir hərəkət olardı. İndi keçirik shouldn't have participle to qaydasına. Bu da gərək etməzdi. Bir hərəkəti etmişəm, nəticəsi pis olubdur və keçmişə baxıb deyirəm ki, gərək o hərəkəti etməzdim. Bu forma keçmişdə bir işi görmüşük. İndi onun yanlış olduğunu bilirik, mənfi nəticə verdiyini görmüşük, başa düşmüşük, deyirik ki, gərək o hərəkəti etməzdik. Məsələn, I shouldn't have drank so much coffee. Mən gərək həddindən artıq çox kofe içməzdim. Yəni, kofeni içmişəm. İndi baxıram, nəticəsi pis olubdur. Məsələn, yata bilməmişəm və keçmişə baxıb, keçmişi düşünərək deyirəm ki, gərək çox kofe içməzdim. İçməsəydim, hal-hazırda belə olmazdı. Yəni, yata bilərdim. Sonra, I shouldn't have said those mean things to her. Deməli, deyir, o sözləri demişəm. Mən ona, to her, ona sözlər demişəm və deyirəm ki, gərək o sözləri ona deməzdim. I shouldn't have said. Gərək deməzdim. O inciyibdir. Qaba, kobud sözlər istifadə etmişəm ona qarşı. Deyirəm, gərək deməzdim, etməzdim. Gərək edərdim deyəndə should have participle to, gərək etməzdim deyəndə shouldn't have participle to. Və burada bir diqqət yazmışam. Bu cümlələri qurarkən feili həmişə üçüncü formada past participle istifadə etməliyik. Yəni verb 3. Bu verb 3-də iki cürüydü. Qaydalılar verb idi. Yəni participle to. Verb 3 participle to. Qaydalılar verb idi. Qaydasızlar verb 3 feilin üçüncü forması. Yenə deyirəm participle to, participle to. Bu da iki cür düzəlir. Verb idi ya da verb 3 feilin üçüncü forması. İndi gələk bir neçə testin izahına baxaq. Baxırıq birinci testdə. We were out of milk. To be out of bitmək, qurtarmaq deməkdir. Bizim südümüz qurtarıbdır. Deməli, keçmiş zamandır. Baxın. Məsələn, bəzən deyirsiniz, müəllim, niyə birbaşa should have yaxud shouldn't have seçək? Tək-tək baxaq. Were keçmiş zamandır. C variantı indikidir. Yəni, burada yesterday'də görürsünüz. İndiki zamandır D variantı. E variantı indiki zamandır. A və B variantı. Ümumiyyətlə, modaldan sonra have, daha sonra participle to gəlibdirsə, bu demək ki, keçmiş zaman modal feilidir. Yəni, həmin modal keçmişdə işlənibdir.
Yəni bu sizin üçün ipucu olsun. Əgər bir modal feildən sonra, yenə deyirəm, modal feildən sonra have üstə gəl, participle to gəlibdirsə, demək həmin modal feil artıq keçmiş zamanda işlənibdir. Baxıram C variantı, D variantı, E variantı keçmiş zaman deyil, çünki burada yesterday var. A qalır, B qalır. A-da deyir ki, gərək edərdim. B-də deyir gərək etməzdim. We were out of milk. Bizim südümüz bitibdi, qurtarıbdı. Mən gərək dünən süd alardım. A variantı olacaqdı. Gərək alardım. İkinci testdə yenə də mən orada yesterday gördüm. Əvvəla variant əliyim, işim rahat olsun. A variantı getdi. E variantı getdi. Digərləri qaldı. Dünən Helen hurt my feelings. Helen dünən mənim xətrimə dəyibdi. She for her behavior. Deyirəm ki, bugün oturmuşam, fikirləşirəm. Deyirəm ki, dünən Helen mənim xətrimə dəyib, məni incidibdi. O gərək məndən üzr istəyərdi. Bax, görürsən, keçmişə baxıb deyirəmsə, məsələn, C variantında deyir ki, üzr istəməməlidir, ehtiyac yoxdur. C variantı uyğun gəlmir. B ilə D-nin arasında qalıram. Deyirəm ki, o gərək məndən üzr istəyərdi. B variantı etməyib, üzr istəməyib, mənim incidibdir. Bugün də fikirləşirəm, deyirəm gərək üzr istəyərdi. 3-də baxırıq yenə had keçmiş zamandır. Burada last var. Mən zamanları uzlaşdırmalıyam. A variantı indikidir. Digərləri qaldı. Baxaq görək nədir məsələ. Deyir ki, Tim böyük bir parti verib, böyük bir parti keçiribdir. Onlar clean up təmizləmək, after the party last night. Onlar deyirəm gərək partidən sonra təmizlik edərdilər. Yəni şənlik böyük olub, parti böyük olubdu. Tim də tək olub, gərək onlar ona gedənlər kömək edərdilər. Məsələn, C variantında deyir onlar kömək edə bildi, kömək edə bildi. Yəni burada bacarmaq, bilmək mənasında, yaxud da ki didn't have to, ehtiyac yoxdur, etməməlidir, onlar kömək etməməlidir. Məna düz gəlmir. Deyir ki, şənlik parti böyük idi. Onlar gərək təmizləyərdilər, kömək edərdilər. E variantı should have cleaned. E variantı uyğun gəlir. Sonra 4-cü testdə Helen had stomachache. Mədə ağrısı var imiş. Keçmiş zamandır, mənə lazımdır. Keçmiş zaman. Baxıram, E variantında ought to çıxdı. She take care of her health. O sağlamlığının qayğısına gərək qalardı. Qalmayıbdı, bugün də mədəsi ağrıyır. A variantı keçmiş peşmançılıq. 5-də Laura had some difficulties. Had keçmiş zamandır. A variantı can indikidir. E variantı ought indikidir. Əvvəla bunlara çıxaq. Baxaq görək. Deyir ki, imtahan boyunca çətinlikləri oldu. O gərək müəlliminə qulaq asardı, müəllimini dinləyərdi. Bugün də, dünən də imtahanda çətinliyi olmazdı. D variantı should have listened. 6-da I lost my keys. Mən deyir onları, mən açarlarımı itirmişəm. İtirmişəm lost keçmiş zamanda. Able to indiki zamandadır getdi. Digərləri qaldı. Deyir ki, mən onları artıq itirmişəm, yoxdur. Mən onları daha yaxşı bir yerdə, daha təhlükəsiz bir yerdə saxlamalı oldum. Saxlamalıyamsa necə itirmişəm? Saxlaya bilmədim. D qaldı, E qaldı. Deyir, itirmişəm. Keçmişə baxır, mən açarlarımı itirmişəm. Onları gərək, kaş ki, D variantı daha yaxşı yerdə saxlayardım. D variantı olacaqdı. 7-də last summer. Keçən yay. Keçən yaydan danışır. Yenə keçmiş zamandır. E variantı gedəcəkdim. I had a sunburn. Günəş yanığı oldum. I forgot to put on sunscreen. Günəş kremi vurmağı unutmuşdum. Deyir, kaş ki before going out, çölə çıxmazdan əvvəl günəş kremimdən istifadə edərdim. Should have participle to. Sonra 8-də my nephew has felt dizzy this morning. Deyir, bu səhər özünü pis hiss etdi, başı hərləndi. Dünən keçmiş zaman, D variantı indiki zamanda getdi. Deməli, bir nəticə var, özünü pis hiss eləyibdi bu səhər. Deyirəm ki, o gərək ki, yağlı qidanı çox yeməzdi, yağlı yeməklər yeməzdi. Shouldn't have eaten.
B variantı olacaqdı. Sonra 9-da mən balaca bacımın had a sore throat. Dünən səhər deyib boğaz ağrısı var idi. Boğazı ağrıyırdı. Hə, o gərək ki soyuq suyu içməzdi. A variantı. Gərək soyuq su içməzdi. 10-da Henry didn't get the job. İşi ala bilməyibdi. Çünki didn't prepare for the interview well. Deyir intervyuya yaxşı hazırlaşmadı. It be better. Daha yaxşı hazırlaşardı. Gərək daha yaxşı hazırlaşardı. Bu da belə. Sonra baxaq. 11-də they didn't feel very well. O deyir, onlar yaxşı hiss etmirdi. Something was wrong with their stomach. Mədələrində nəsə problem var idi. Such a generous meal. Elə bir yeməkdən sonra deyir, gərək onlar deserti ötürərdilər, yeməzdilər. C variantı. Should have kept. 12-də my student got a bad cold. Mənim şagirdim çox pis üşüyürdü. O gərək isti paltarlar geyinərdi. B variantı should have put. 13-də Paulun bitkiləri deyir solur, ölür, ölmək üzrə idi. Deyir o gərək tövsiyə olunduğu kimi həftədə 2 dəfə sulayardı. B variantı should have watered. 14-də Tom dərs boyunca qəmgin idi, wasn't happy, xoşbəxt değildi. Peter gərək ona gülməzdi. B variantı. All of them knew that. Onların hamısı deyir, bilir ki, it is very busy restaurant. Çox deməli məşğul, dolu, izdihamlı bir restorandır. Onlar gərək rezervasiya edərdilər. D variantı. Gərək edərdilər, etməyiblər. Sonra Frank when he was younger. Gənc olanda keçmişə baxır, gənc olan vaxtı fikirləşir. Wishes had gone to college. O indi deyir, arzulayır ki, kaş ki kollecə gedərdi. Demək ki, oxumayıbdı keçmişdə. Deyir ki, Frank gənc olanda gərək oxuyardı. Should have studied. Gərək oxuyardı, oxumayıbdı, peşmançılıqdır. Keçmişə baxır, peşman olub. Bu qədər.